bütün Türk dünyasından olan dəyərli bacı və qardaşlarımızı, Azərbaycan xalqına Türk dünyasının dəyərli oğlu, milli lider Heydər Əliyevi bəxş etmiş tarixi Naxçıvanda hər birinizi salamlayıram. Məhz təsis konferansının Naxçıvanda keçirilməsi təsadüfi deyil. Çünki Türk Dövlətləri Təşkilatı 3 oktyabr 2009-cu ildə məhz Naxçıvan müqaviləsi ilə yaradılmışdı. Daha sonra tarixin müxtəlif dövrlərində təşkilata daxil olan ölkələr müxtəlif səviyyələrdə münasibətlər, müxtəlif səviyyədə formatlarda görüşlər keçirmişdi. Vətən müharibəsindən sonra qazanılan qətiyyətli zəfərdən sonra cənab Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı səviyyəsində səylərimizi davam etdirəcəyik. Çünki bu bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz Türk dünyasıdır bəyanatı. Türk dövlətləri arasında münasibətlərin yalnız dövlətlər arası səviyyədə deyil, həm də vətəndaş cəmiyyətləri arasında inkişafına xüsusi təkan vermişdir. Burada Naxçıvan qeyri-hökumət təşkilatlarının da iştirakını nəzərə alaraq bir daha agentliyin Türk dünyası ilə bağlı fəaliyyətlərini vurğulamaq istəyirəm və çox istəyərdim ki, növbəti fəaliyyətlərdə Naxçıvan qeyri-hökumət təşkilatları da fəal iştirak etsinlər. Agentlik son 3 ildə Özbəkistan, Türkiyə, Şimali Kipr Türk Respublikası və digər qardaş Türk dövlətləri ilə həm agentlik xətti ilə, həm də qeyri-hökumət təşkilatları xətti ilə bir çox layihələr icra etmişdir. Bunlara Azərbaycan-Türkiyə, Azərbaycan-Özbəkistan formatında baş tutan qeyri-hökumət təşkilatlarının əməkdaşlıq forumlarını, eyni zamanda COP29 çərçivəsində həyata keçirilən Türk dövlətlərinin vətəndaş cəmiyyətinin forumlarını misal çəkmək olar. Agentliyin qrant müsabiqəsi çərçivəsində isə Türk dünyasının birliyində Heydər Əliyev Amili Beynəlxalq Konfransı, Türk dünyası şəhid ailələri arasında əlaqələrin inkişafı layihəsi, Türk dünyası gənc yazarların Bakı forumu, Qərbi Azərbaycana qayıdış Türk dünyası samiti və onlarla digər tədbirləri nümunə olaraq göstərə bilərik. Dünən isə biz ilk dəfə Qazaxıstan-Azərbaycan qeyri-hökumət təşkilatlarının birinci əməkdaşlıq forumunu həyata keçirdik. Əminəm ki, bu formatda ikinci forumu Qazaxıstan qeyri-hökumət təşkilatlarının da təşəbbüsü ilə həyata keçirdə və reallaşdıra biləcəyik. Dünən əzəmətli Gülüstan sarayında baş tutan Türk Dövlətləri Təşkilatının üzvü olan ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu mübaliğəsiz deməliyik ki, tarixi bir hadisə idi və bugünə qədər Türk Dövlətləri Təşkilatı daxilində mövcud olan parlament, media və s. 34 formatda əməkdaşlıq formatına yeni bir mühüm istiqamət, qeyri-hökumət təşkilatları formatı da əlavə olundu. Məncə, dünənki forumun hər bir iştirakçısı biz tarixin bir parçasına çevrildik. Biz çox istəyərdik ki, bu əməkdaşlıq yalnız bu konferansla yekunlaşmasın. Agentliyin qrant müsabiqələri çərçivəsində, koalisiya tipli müraciətlərdə Türk dövlətlərində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları fəal olsun və Azərbaycanın olan partnyorlarla birlikdə agentliyin qrant müsabiqələrinə müraciət etsinlər. Əgər Türk dünyası üçün sosial və ictimai əhəmiyyətli təşəbbüslər olarsa, agentlik bu təşəbbüslərə maliyyə dəstəyi göstərməyə hazırdır. Bugünkü təsis konferansından sonra əminliklə deyə bilərik ki, geosiyasi çağırışlar fonunda Türk dünyası üçün yeni bir humanitar güc formalaşacaq. Bakı və Naxçıvanda keçirilən görüşlər xüsusi rəmzi məna daşıyır. Naxçıvan tarix boyu Türk dünyasının qapısı, mədəni körpüsü hesab olunub və bu şəhərdə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin, qeydlərin platformasının təsis olunması Türk dünyası üçün yeni bir institutun yaradılması deməkdir. Əminəm ki, bu platforma gələcəkdə Türk ölkələrinin vətəndaş cəmiyyətinin vahid şəbəkə kimi birləşdirəcək və regionda əməkdaşlığa ciddi töhfə verəcək. Diqqətinizə görə təşəkkür edirəm.